Şaxdağ Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda ilk gün geridə qalıb. Azərbaycan bu yarışda milli komandanın 5 üzvü Nəzrin Qəribova, Nəbiyullah Qələbəqiyev, Anit Sultanov, Abel İsmixanov və Nurit Şəkərəliyevlə təmsil olunur. İlk günün mübarizəsindən sonra U18 və U20 kateqoriyaları üzrə sprint yarışlarında mükafatçıların adlarına aydınlıq gəlib. 18 yaşlılarda kişilərdə Çexiyalı Fransızek Yopek, qadınlarda isə İspaniyalı Nuria Nogueira qalib adını qazanıb. 20 yaşlıların mübarizəsində isə kişilərdə İspaniyalı Aaron Alvarez, qadınlarda Almanya təmsilçisi Helena Oringer titulun sahibi olub. Yarışı yaxından izləyən Gənclər və İdman naziri Fərid Qayıbov yerli idmançıların ön plana çıxdığını vurğulayıb. Bu yarışlara gəldikdə isə müxtəlif ölkələrdən 100-dən artıq idmançılarımız çıxış edir və bizim üçün yaxşı fərəhli hal oldu ki, yerli idmançılarımız, bilirsiniz ki, bu yaxınlarda Olimpiya oyunlarında 2 idmançı ilə təmsil olunmuşdu. Bu dəvət olmuş idmançılarımız isə bu günləri biz artıq bu yarışlarda öz yerli idmançılarımız bizi təmsil edir və göründüyü kimi kifayət qədər də yaxşı çıxış edirlər. Arzu edirik ki, o finalda onları görək və ümid edirik ki, yaxşı nəticə göstərəcəklər. Sonda mükafatlandırma mərasimində qaliblər medallarla təltif ediliblər. Əlavə edək ki, beynəlxalq yarış martın 8-də başa çatacaq.